təsəvvür elə ki, sizin əlinizdə çox yaxşı bir kostyumunuz var, çox bahalı bir kostyumdur. Siz bir məclisə gedirsiniz, məclisə getdiyiniz yerdə bir göl var. Görürsünüz ki, o gölə bir uşaq düşüb boğulur. Sizin iki seçiminiz var. Ya kostyumunuzu bulamamaq xatirinə uşağı oradan çıxarmırsınız və yaxud da kostyumunuzu bulamaq şərti ilə uşağı oradan çıxardırsınız və onun həyatını xilas edirsiniz. İndi siz təsəvvür edin ki, siz uşağı çıxarmadınız və gəldiniz həmin məclisə. Orada dediniz ki, orada uşaq boğulurdu. Hamı səndən soruşacaq ki, bəs nə oldu? Sən deyəcəksən ki, mən kostyumum bahalı idi deyə mən o uşağı oradan çıxarda bilməzdim, çünki kostyumum bulanacaqdı. İnsanlar sizə necə baxacaq? Hamı sizi qınayacaq, çünki bu əxlaqi cəhətdən doğru deyil. Bəli. Elədirmi? Bəli. Siz onu oradan girib mütləq çıxarmalısınız. Bu da deyir ki, bax, tamamilə eyni məntiqdir. Əgər siz bugün tox yaşayırsınızsa, həmin cənubda olan insanlar, o vaxtı Banqladeşdə olan acılıqla bağlı məsələyə münasibət bildirirdi. Deyirdi, bax, mən burada tamamilə 7 dollar verib gedib kofe shopda kofe içirəmsə, Banqladeşdə olan adam acından ölürsə, bu mənim artıq o deməkdir ki, mən üzr istəyirəm, əxlaqsızlıq eləyirəm. Və bunu əxlaqi borc səviyyəsinə gətirib çıxarır. Bəli.